Sabahınız xeyir əziz futbol sevərlər, biz sizinlə Neftçi Arenadayıq. Bu rəqib üzərində ilk qələbəsini qazanmaq arzusundadır. Baxa görə necə olacaq, komandalar meydana daxil olurlar. Baş hakim İnqilab Məmmədovun müşahidə ilə. Və komandaların heyəti gəlin tanış olaq. Neftçidən başlayırıq. Meydan sahibləri qapıda 93 Rıza Cəfərov o həm də komandanın kapitanıdır. 10 Filip Ozoviç, 3 Höcət Akverdi, 19 Azər Salahlı, 4 Elvin Camalov, 14 Edvin Kuç, 99 Ervin Kofi, 44 Yuri Matias, 24 Mustafa Sek və keçid alırıq Araz Naxçıvanın heyətinə. Qapıda nömrə 12 Kristian Avram, 5 Qara Qarayev, 34 Ürfan Abbasov kapitan, 2 Slavik Alxasov, 7 Ülvi İskəndərov. Bizim də şərhçilərin də dəyərli həmkarı, müəllimi, ilk şərhçilərimizdən biri Çingiz İsmailova Allahdan rəhmət diliyirik. ...1935-ci ildə Bakıda doğulan Çingiz İsmailov 1955-1962-ci illərdə Neftçinin şərəfini qoruyub. Və maç başlandı. Neftçi Araz Naxçıvanı qəbul edir. Solçu naha top gəldi. Elvin Camalov. Ötürməsi yaxşı alınır. Ohori oyundan vəziyyət yoxdur. Sambu. Qapıya zərbə gol! 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 Neftçi erkən qola sevinir. 3-cü dəqiqədə Neftçi hesabı açır. Bassala Sambu. Elvin Camalov, Ohori və Sambu kombinasiyası sonuncunun dəqiq zərbəsi ilə günlaşır, amma gəlin bir daha baxaq. Ötürmə gəlir. Offside burada Sambu'da var idi mi? Fikrincə yox. Çünki Slavik Alxasov sanki ilişib qalmışdı. Amma sözsüz ki, VAR-dan təsdiq gəlməlidir. VAR-da baxılacaq bu epizoda. İncələnəcək. Amma bu kombinasiyanı biz qeyd etməliyik. Tək toxunuşla Ohori'nin bu ötürməsi afərin demək olar. Və Sambu'nun zərbəsi hesab açılır. Hesab açılır, qol qeydə alınacaqmı? Hər halda topu hazırda meydanın mərkəzinə gətirirlər. Erkən qola sevinir, 1-0 Neftçi, 3-cü dəqiqədə fərqlənir artıq. Ötürmə cəlmə meydancasına, hesab bərabərləşir, 1-1, hesab bərabərləşir. Igor Ribeiro idi bu. Edvin Kuç, top Neftçidə qalır, Ozoviç, Sambu'ya əla bir ötürmə, oyundan vəziyyət var, yoxdur, sonra baxacaq, var da baxacaq. Amma Sambu hal-hazırda cəlmə meydancasındadır, yıxılıb yerdə qalıb, İnqilab Məmmədov. Penaltini göstərdi, amma yan xət hakiminin bayrağı havadadır. Dərhal İnqilab Məmmədov bu işarəni görüb offside-ı qeydə alır. Offside Ozoviçin ötürməsi zamanı Sambu'da qeydə alınır. Bu rakursdan baxaq. Offside-a bu bənzədir. Amma VAR-dan təsdiq gözləyirik. Əgər offside qərarı ləğv olunsa, penalti təyin olunmalıdır. Sambu'nun epizodu cəlmə meydançasında. Igor Ribeiro ilə mübarizədə yerdə qaldı. Həmin o penaltidə əgər offside qeydə alınmasa yoxlanılacaq. Buna söz yoxdur. Müxtəlif rakurslardan. Bəli, burada VAR-dan gələn offside epizodu Sambu oyundan kənar vəziyyətdə idi. Ozoviç, top keçdi, Ohori, sağda yaxşı gördü Kofini, Ervin Kofi qarşısında Slavik Alxasov var, Ervin Kofinin zərbəsi təhlükəli idi bu. Amma belə top qapının üstündən aşaraq meydanı tərk etdi, Neftçinin hücumu davam edəcək, küncdən zərbə ilə. Kofi təkdi, topu qəbul etdi, cərmə meydancasına baxır, Slavik Alxasov qarşısında Ervin Kofi, Kofi cərmə meydancasına daxil olmalı öldürməsidir, təhlükəli ola bilər, Sambu burada. Forward dərhal zərbə vurmalı idi. Küncdən zərbə, yenə də Filip Ozoviç topun gerisində. Höcət Akverdi ilə Yuri Matias'ı gözləyir. Ohori, Ozoviç, qapı qarşısına ötürmə və burada Avram topu ayağından, əlindən buraxır. Daha bir zərbə olacaqmı? Araz Naxçıvan ötürmə keçmədi. 1 dəqiqə birinci hissəyə əlavə olunur. Ülvi İskəndərov mübarizənin uduzdu Yuri Matias'a. Matias, Sambu fırlandı, qapıya baxır. Sambu'nun ötürməsi, Edvin Kuç. Edvin Kuç'un zərbəsi top qapıdan aralı geçir. Ramon Machado topu uzaqlaşdırır və İnqilab Məmmədovun birinci hissəni başa vurduğu fit səslənir.
İkinci isə başlandı. Azər Salahlı, Darbo, Ramil Şeydayev, Şeydayev cərimə meydancasındadır, Şeydayevin ötürməsi və burada belə bir vəziyyətdə Alex Fernandez. Darbo topu uğurladı. Darbo ötürməsini də etdi. Alex Diaz, Darbo və belə bir vəziyyətdədir. Bu Darbo fərqlənə bilmir. Küncdən zərbə. Yalnız korner qazandı Neftçi, halbuki hesabı 2-1 etmək lazım idi. Darbo özü başladı. Təsliq etmir burada Fernandez. Darbo çox ləngidi sanki. Amma Edvin Kuç, Ramil Şeydayev onunla oynadı. Edvin Kuç cərimə meydancasına top göndərilir. Darbo burada bəlkə də hiss etsəydi Ervin Kofi arxasında olduğunu, onu ötürmək də bilərdi. Belə sadəcə topa toxundu. Topu qapıya istiqamətləndirməyə çalışdı və deyəsən bununla da hər şey bitəcək. Qapıdan zərbə və İnqilab Məmmədovun finaldır, maç bitdi.